70-ci illərin ikinci yarısından başlayaraq rock qruplarda çıxış edənlərin əksəriyyəti tələbələr olduğundan, onlar təhsillərini tamamladıqdan sonra öz ixtisasları üzrə işləməyə başladılar. Nəticədə Azərbaycanda rock bumu tədricən səngiməyə başladı. Əksər populyar qruplar öz mövcudluğuna son qoydu. Dağılan qrupların yerinə isə vokal-instrumental ansambllar yarandı. Bununla belə 1970-ci illərin sonunda dağılmış rock və caz qruplarının üzvlərinin yaratdığı vokal-instrumental ansambllar Azərbaycan estrada musiqisində yeni bir dövrün başlanğıcı oldu. Ancaq Azərbaycan rockunun keçirdiyi böhran elə də uzun çəkmədi. 80-ci illərin əvvəlindən başlayaraq həm stilistikasına, həm də keyfiyyətinə görə yeni qruplar yaranmağa başladı. 1980-ci illərin gənclərinə Ozan, Karvan, Talisman, Yuxu, Oder kimi adlar yəqin ki, yaxşı tanışdı. Bunlar əsası 60-cı, 70-ci illərin gəncləri tərəfindən qoyulan ənənələrə söykənən, lakin ifa tərzinə görə sələflərindən tamamilə fərqlənən yeni nəsil rock qrupları idi. Ritmlərdəki tarixin bu buraxılışında biz sizə həmin illərin ən populyar qruplarından biri olan Ozan Muğam rock qrupu haqqında danışacağıq. Mən 75-80-ci illərdə Moskva Dövlət Universitetində orada təhsil alırdım və orada da elə bir qrup yaratmışdım. Muz Semestr qrupu idi və tələbə dövrümdə də Bakıya gələndə burada məni tanıyan dostlarım vasitəsilə məni Azərbaycan televiziyasının o vaxtları baş rejissoru işləyən Nazim Zeynalova təqdim eləmişdilər. Akif Salamov və rəhmətlik Telman Adgözəlov. Mənə dedilər ki, belə bir insan var, gitarla da çalıb oxuyur. Burada istəyərdi ki, siz ona tanışın, baxarsınız. Gəldi, çox bəyəndim. Bu bard stilidir də, gitarla da çalıb oxumaq, bard deyirlər. Öyle qəşəng melodik mahnılar, qəşəng ifa, qəşəng səs, tembr, səliqəli oxuyur. Baxmayaraq ki, vokal instrumental ansambl bu ora əlavə edir. Yazda köçüb getdi yeri, boş qaldı. Bahar ürəyimi sənsiz qış aldı. Mən yaza vurğunam qışı neylərəm, 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 neylərəm. Baxmayaraq ki, mən Moskvada təhsil alırdım, amma artıq Bakıda da başladılar tanıyıb bilməyə ki, belə bir öz mahnılarını ifa eləyən bir tələbə, gənc bir oğlan var. Universiteti bitirəndən sonra mən Bakıya qayıtdım və indiki Memarlıq İnşaat Universitetinə, o vaxtki İnşaat Mühəndisləri İnstitutuna təyinat aldım. Sinəmdə daş oldu o gündən ürək, sinəmdən asılan daşı neylərəm, neylərəm. Günlərin bir günü mən kafedrada olanda mənə o vaxt həmən universitetin tələbə həmkarlar təşkilatının sədri olan Tofiq Qasımzadə mənə zəng elədi və mənlə görüşmək istədiyini bildirdi. Nəysə biz görüşdük. O mənə dedi ki, bəs belə bir təklif var ki, sən universitetdə bir kollektiv yaradasan. Əslində bu ideyanın müəllifi Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun rektoru Bünyad Sərdarov idi. Həmin dövrdə institutda Abbasqulu Nəcəfzadənin rəhbərliyi ilə Arzu xalq çalğı alətləri ansamblı fəaliyyət göstərirdi. Ancaq cəmi 36 yaşı olan və keçmiş SSR-də ən gənc rektor sayılan Bünyadov institutda müasir estrada mahnıları ifa eləyən bir kollektivin də olmasını istəyirdi. Qısa bir müddət ərzində Rasim Müzəffərliyə belə bir qrupun yaradılması üçün hər bir şərait yaradıldı və qrup 1981-ci ilin martında tələbələr qarşısında ilk çıxışını elədi. Arzu xalq çalğı alətləri ansamblı vardı institutun. Çox vaxt səhnəni bərabər bölüşdürürdük.
Gəlirdik, çıxış eləyirdik, biz çıxış eləyirdik. Əksər vaxtlarda Rasim müəllimgil konserti bağlayırdılar. Yəni orada görüşürdük. Sonra Rasim müəllim təklif elədi ki, biz dostuq, səhnədə də dostluğumuzu davam etdirək. Dedim, nə barədə? Dedi, bizimlə əməkdaşlıq elə də, Ozan da hərdən kömək eləginə bizə məşqlərinə gəl, belə. Dedim, mən məmnuniyyətlə. Və orada sonra müəyyən şeylər vardı ki, biz nəsə bir xalq mahnısı ifa edirdilər. Deyəsən, küçələrə su səpmişəm mahnısını ifa edirdilər. Orada da mən kamançada, müqəddimələrdə çalırdım, həm də kiçik bir muğam ifa edirdim. Ozan ansamblının bir də gözəl bir üzvü var, Gülağa Cabrayılov. Mən deyə bilərəm ki, biz Gülağa Cabrayilovla bir yerdə çalışırdıq. Ozan ansamblının gəlməyimin səbəbi də o idi ki, Gülağa 82-ci ildə mənə dəvət elədi Ozan ansamblına. Mənə baxandan sonra yəqin ki, xoşları gəldi, amma mən əskərliyə getməli idim. Və mənə dedilər ki, heç bir problem yoxdur, yəni sən əskərliyə qeyib, qayıdıb bizlə çalışa bilərsin. Mən əskərliyə getdim. Əskərlikdən sonra 85-ci ildən mən ta axıra qədər Ozan qrupunun tərkibində çalışdım. Ozan elə bir kollektiv idi ki, yəni progressiv kollektiv idi. Yəni tək rock elementləri ilə yox, çalışırdı təzə yeni bir formalar nə varsa hamısını öz deməli proqramlarında cəmləşdirsin. Xalq musiqisini gətirdi ora, rap musiqisini gətirdi ora, rock and roll mütləq var idi orada, rock elementləri var idi orada. Dəqiqliklə deyə bilmərəm ki, ancaq rock musiqisi olub burada. Elementlərdən istifadə olunub. Elə bir laboratoriya olur məsələn ki, bax, Ozanı mən belə görürdüm. Folk, muğam, rock, pop, estrada, reggae, hip-hop. Görün, mən nə qədər dövrünün yeni progressiv musiqi tendensiyalarının adını çəkdim. Və orada həm də muğam da var. Yəni, bunların simbiozunu, bunların sintezini yaratmaq, bunlardan maraqlı eksperimentlər etmək Ozan qrupuna müəssər olur. Və həmin mahnılar həm sözləri ilə diqqəti cəlb edirdi, melodik xətti ilə, aranjmanı ilə. Yazayları qıqqıldayan sevsən, ayaman, dünyanı oyuncaq mı bilmirsən? Həyat səni güldürəndə gülmürsən, ayaman, hünərin var ağladanda gül görün. Dünyamızı yasa, toya bölmüşük, sevdamızı oda, suya bölmüşük. Rock'n'roll musiqisi bir çılğın musiqidir. Dəlisov sözləri orada olub. Məsəl üçün, ingilis dilində olan mətnlərə biz baxırıq. Elvis Presley'nin oxuduğu mahnılara, Little Richard'ın mahnılarına, Chuck Berry'ə qulaq asanda görürsən ki, sözlər ingilis dilində demiş crazy, yəni Dəlisov sözləri idi. Ağlı başdan çıxardan, biraz xaotik və Azərbaycan dilində rock'n'roll yazmaq həm cəsarət tələb edirdi, həm kreativlik. Düzdür, bizdən əvvəl də mənim rock'n'roll tərzində yazdığım mahnıları Dağ Çiçəyi, Xürrəmilər qrupları ifa eləmişdilər. Amma bu Ozanda təkcə rock'n'roll deyildi, həm də ilk
Rap 83-cü ildə Çingiz Mustafayevin ifasında, ilk Texnorok, İnsan və Avtomat mahnısı 81-ci ildə, daha sonraki illərdə 85-ci ildə səhv eləmirəmsə Kimsən Robot reggae tərzində olan mahnı və s. Yəni biz eksperiment eləyirdik müxtəlif janrlarla, o dövrün müasir çağdaş musiqisinin müxtəlif janrları ilə bizim milli musiqimizi sintez eləməyə çalışırdıq. Sevdamızı o da suya bölmüşük, ömrümüzü güne aya bölmüşük. Mimar suya gülmeye böl gönlüm ayama böl gönlüm. Qrupun hər bir üzvü istedadlı bir gənc idi. Mən deyərdim, onlar bir alətdə istifadə etmirdilər, bir neçə alətdə istifadə edirlər. Məsəl üçün, Abbasqulu müəllim bir mahnıda 7 alətdən istifadə etmişdi. Rasim müəllim özü həm vokal partiyalarını ifa edirdi, həm tarda, həm muğam oxuyurdu, fortepiano, sintezatorda ifa edirdi, gitarada çalırdı. İskəndər müəllim də həmçinin zərb alətlərində çalırdı, vokal partiyaları ifa edirdi. Bu qrupdan musiqi yolu gəlib keçən bir çox musiqiçilər var ki, onlar sonradan müxtəlif musiqi kollektivlərində çalışdılar. Yəni istər zərb alətləri ifaçılarından tutmuş, gitaraçılardan tutmuş, hətta estrada ifaçılarından tutmuş Aygün Kazımovaya qədər bu qrupdan gəlib keçənlər olub. Sözü gedən ansamblda milli musiqi aləti ifaçıları da öz sözünü deyiblər, onlar maraqlı çıxışlar ediblər. Ozan qrupu Afrikada olarkən, səyahət edərkən bir sıra yeniliklər görür, yeniliklər kəşf edirlər. Afrika ritmləri, Afrika alətləri. Təbii ki, bu qrup yenilikçi bir qrup olduğu üçün öz vətənimizə qayıtdıqdan sonra öz musiqilərində əks olunur. İskəndər müəllimin həmin alətlərdə ifa etməyi, həmin musiqilərin artıq Afrika ritmində ifa olunmağını biz hiss eləyəcəyik. Ozan qrupunun ilk heyəti gitaraçı Gülağa Cəbrayılov, bas gitaraçı İlqar Sultanov, klavişli alətlər ifaçısı Qərib Bahadurov, zərb alətləri ifaçısı İskəndər Ələsgərovdan ibarət idi. Qrupun rəhbəri Rasim Müzəffərli həm klavişli alətlərdə, həm də gitarada çalırdı. Ozan qrupundan danışarkən yarandığı dövrdən bu qrupla sıx bağlı olan bir şəxsi də mütləq xatırlamaq lazımdır. Bu əfsanəvi telereportyor, milli qəhrəman Çingiz Mustafayev idi. Çingiz həmən dövrdə diskotekalar aparırdı, radio verilişi də hətta var idi onun diskoteka tərzli, belə müasir musiqilər səsləndirilən. Mən danışıram sizə 80-ci illərin əvvəlindən. Və biz Nazim Zeynalovun məsləhəti ilə Çingizlə görüşdük. Elə o görüşən ta ki onun şəhid olduğu məqama qədər dostluğumuz davam elədi. Çingiz çox istedadlı idi, həm texniki cəhətdən istedadlı idi. Məsələn, özü bir dənə balaca mikşer səs yazma pultu düzəltmişdi, səs pultu düzəltmişdi
Hansı ki bəzi hallarda inandırım sizi ki o peşəkar o mikserlərin yanında bəzi üstünlüklərə malik idi hətta. Yəni biz həm də ondan istifadə edirdik öz səs yazmalarımızda, çıxışlarımızda. Deyəsən küçələrə su səpmişəm mahnısını oxuyurdular, ifa edirdilər. Orada da mən kamançada həm müqəddimələrdə çalırdım, həm də kiçik bir muğam ifa edirdim. İndiyə qədər mən o lent yazısına qulaq asanda, ümumiyyətlə başqaları da mənə deyir ki, o kamançada neynəmişdiniz ki, o kamançanın tembri elə bir orada bir nəfəs alətinin təsirdə gəlir, qeyri-adi bir tembrdir. Deyirəm, valla onu mən özüm də hər dəfə qulaq asanda təəccüb edirəm. O işi görən rəhmətli Çingiz Mustafayev. Necə o tembr vermişdi, doğrudan da qeyri-adi bir tembr alınmışdı. Çingiz həm də çox belə səhnə həvəsli idi. Deyim sizə ki, həm çox yaraşıqlı idi, səhnəyə yaraşırdı. Elə səhnə də ona yaraşırdı. Ona görə də çox istəyirdi ki, bu da nəsə bir şey ifa eləsin. Və bizə təklif elədi ki, gəlin də bu nədir, köhnə tərzdə mahnılar ifa edirsiniz. Bəs indi yeni bir janr çıxıb, rap. Gəlin bu rap janrında nəsə bir mahnı bəstələyin. Bizə bir nümunə maqnitofonda səsləndirdi, bizə bir nümunə göstərdi ki, bax, təxminən belə tərzdədir bu rap. Açığı deyim ki, ondan əvvəl biz demək olar ki, rap eşitməmişdik. O Çingiz bizə səsləndirənə qədər. Ayrıca bizim balaca otağımız vardı. Adına laboratoriya deyirdik. Mən keçdim həmən o laboratoriyaya və dedim mənə mane olmayın. Yarım saat ərzində mətni yazdım. Gəldim ki, bəs belə-belə göstərdim uşaqlara. Tez o dəqiqə hamı tutdu bu musiqini və beləcə dünənki keçdi mahnısı yarandı. Çingizin öz ifasında dünən bu vaxt bəs var idi, bu necə işdi? Oradakılar gülüşdülər, dünənki keçdi. Dünənki keçdi, keçdi. Dünənki keçdi, keçdi. Dünənki keçdi, keçdi. Dünənki keçdi. Getdi. Bu Çingizin səhnədə ifa elədiyi yeganə mahnı idi və deyim sizə ki, bizə gəlib çıxan bugünkü o səs yazması ki var, onu da Çingiz özü eləyib. Tamamilə bu yaxınlarda bir də gördüm ki, Akif Salamov mənə bir çox qısa video yazı göndərdi. Baxdım, heyrətləndim. Çünki özümün də yadımdan çıxmışdı ki, bu nə vaxt çəkilib, nə tər çəkilib və necə olub bu qalıb. Bu həmən o dünənki keçdi mahnısının Çingizin özünün ifasında olan video yazısıydı. Odur ki, Akifə də təşəkkür eləmək istəyirəm. Akif bizim Cəngi Birliyinin fəal üzvlərindən biri idi. O vaxtları hələ video kameramız olmayan dövrlərdə kino kamera ilə çəkilişlər eləyirdi. O cümlədən bizim bir məşhur, hər halda bizim üçün məşhur bir Afrika səfərimiz vardı. 87-ci ildə Qana, Qvineya, Kongo, Benin, Angola və s. bu mərkəzi Qərbi Afrika ölkələrini gəzib orada konsertlər, çıxışlar eləyirdik. Və orada da məhz o kino kamera ilə Akif Salamov bir sıra çəkilişlər eləmişdi və nə yaxşı ki, həmən çəkilişlər də bugünkü günə gəlib çatıb.
Onu da xatırladım ki, Ozan qrupu 1985-ci ildə Moskvada keçirilən gənclərin və tələbələrin 12-ci Beynəlxalq Festivalının diplomantı olub. 1987-ci ildə isə Qazaxıstanın Aktau şəhərində Xəzər Dostluq Dənizidir Ümumİttifaq Festivalında Grand Prix qazanıb. Göy hasarın üstündə sallanır ağ yasəmən. Geçsiz gəlib keçirəm bu küçədən indi mən. Ağ yasəmənin ətri bürümüşdür küçənin. Yolundan ləng eləyir buradan ötüb keçənin. Bir xoş bahar səhəri gülür dərədar çəmən. Yolun düşdür yenədə yasəmənli küçədən. Gördüm yasəmənləri bir ala gözlü bir bən. Güləyindən sallanır qulaş Ozan kimi qruplar, Rafiq Babayev studiyası, məsələn, Vaqif Mustafazadə, yəni görürsünüz, muğam Azərbaycan musiqisini necə gözəl təmsil ediblər, necə gözəl aranjman ediblər ki, inandırım sizi ki, onu qulaq asandan sonra cəmaat gedib axtarıb ki, bunun əvvəli özəyi hardadır. Yəni, bəlkə də öz musiqisinə sevgi bax belə qruplardan yaranır. Qayıtdı gəldi 19 yaşım. Dindirməyim olan evdə yanaşım. Axır yığıb canımı işmə dedim. Ay qız, görüm səni həmişə belə olarsan şad, qayğısız. Nə olar bircə salxım yasəmən üz ver mənə. Əllərimin küləsi qarışdı yasəmənə. Qız duruqdu bir qədər ürkək baxarar. Hətta biz o dövrdə dərk eləmirdik onun gördüyü işləri. İllər ötəndən sonra Rasim Müzəffərli özü də etiraf edir ki, biz bu işi görəndə fikirləşmirdik ki, bu işi ilk dəfə biz eləmişik. Yəni hansısa bir janrda etnomusiqişünaslıq istiqamətində yeniliklər eləyiblər bilmədən. Elə bilib ki, bəlkə də bunlardan qabaq kimlərsə eləyib. Amma bugün baxanda görürük ki, çox yeniliklər eləyir. Yəni Rasim Müzəffərlinin rəhbərlik elədiyi Ozan qrupunda tək biri var, estrada janrında bir istiqamət götürürlər. Burada milli musiqimizin bütün janrları özünü göstərir. Burada muğam var idi, burada hətta meyxana elementləri vardı. Ozan qrupu Azərbaycan dilində rock-and-roll, rock tərzində, rap, reggae, techno-rock və s. tərzlərdə mahnılar ifa eləməyi ilə tanınırdı. Amma eyni zamanda Ozanı tanıdan, popularlaşdıran həm də onun mahnılarının sözləri idi. Rock poeziyası idi. Çünki Ozanın əksər mahnılarında bir etiraz vardı, bir çağırış vardı. Mən heç kəsin xəttinə dəymək istəmirəm, amma bu bir həqiqətdir ki, bütün digər mahnılar həmən dövrdə hamısı mən səni sevirəm, sən məni sevmirsən, dərdindən öldüm və s. bu yönlü mahnılar idi. Tək-tük mahnılar vardı ki, onlarda hansısa bir siyasi, ictimai çalarlar olsun. Amma Ozanın mahnılarının əksəriyyəti məhz bu cür ictimai-siyasi çəkili sözlərə bəstələnmiş mahnılar idi. Ozan qrupunda mahnılar əsas etibarilə Rasim Müzəffərli yazardı, yəni musiqisi sözləri ona aid idi. Amma bəzən Rasim Müzəffərli bizim Azərbaycanın tanınmış şairlərinin sözlərinə də müraciət edərdi. Misal üçün Alatoranlıq mahnısını biz xatırlaya bilərik, Bəxtiyar Vahabzadənin sözlərini. Biz duman,
belə baxanda tam başqa bir sözlərdir, dərin məzmunlu sözlər və onu rock balladada istifadə etmək, tam başqa bir formada təqdim etmək bilirsiniz. Mən deyərdim ki, Bəxtiyar Vahabzadə heç də vaxtilə hesab eləyək ki, yenilikçi musiqi eksperimentlərinə heç də həmişə müsbət yanaşmayıb. Vaqif Mustafazadənin eksperimentlərinə bir vaxtlar tənqid edərdi. Amma sonradan onun nə dərəcə dərin olduğunu özü də dərk edib ayrıca bir təəssüf məqaləsi ilə etiraf etmişdi ki, biz onun qədrini bilmədik. Burada isə rock musiqisi, muğam rock. Hətta o vaxtilə qeyd edirdi ki, Vaqif Mustafazadə haqqında danışanda o muğamımızı caz dilinə tərcümə etdi. Yəni, qəribə. Bax, burada da mən deyərdim ki, qrup Bəxtiyar Vahabzadənin sözlərinə, gözəl sözlərinə, şeirinə müraciət edib bir maraqlı bir rock ballada yaradaraq həmin o sözləri, bizim musiqimizi rock janrına tərcümə etdi. Ozan Azərbaycan milli musiqi ənənələri ilə istər bizim folklorumuz olsun, xalq musiqimiz olsun, istər bizim muğamlarımız olsun, bunlarla həmən dövrdə yeni yaranmış müxtəlif istiqamətli müasir musiqi janrları ilə sintezini edirdi. Və təsadüfi deyil ki, həmən dövrdə musiqişünaslar, sənətşünaslar Ozan haqqında qəzetlərdə və yaxud hansısa digər çıxışlarda deyəndə deyirdilər ki, bu məhz muğam rock qrupudur. Etno-rock, mən daha dəqiq etno-rock deyərdim. Çünki təkcə muğamdan yox, həm də məsələn aşıq musiqisindən biz istifadə edirdik. İstəmirəm bu elementar bu frazanı deyim ki, birinci dəfə ancaq bu belə oldu, amma birincilərdəndir Ozan ansamblı ki, bəzi şeylərdə eksperimentləri çox gözəl olub, Azərbaycan musiqisini yəni axtarıb tapıblar, necə insanlara sevdirsinlər. Ozanın stilistikası, Ozanın musiqiyə olan, yəni belə necə deyim, musiqidə həqiqətən bəzi formaları çox gözəl idi. Özümə bir robot quraşdırmışam, heyrətdən donuram, dinir adam tək. İşdən qayıdanda məni hər axşam robot qarşılayır əlində çiçək. Süfrəsi bol olur, xörəyi dadlı, arvadım qısqanır robotu mənə. İzlənib söylənir bu robot adlı, nakəsdən uzaq ol, ayıbdır sənə. Kimsən sən robot, kimsən sən? Bəzən düşünürsən, qəlbləri sənət eşqi ilə döyünən bu insanları yaratmaq arzusundan nə döndərə bilərdi? Biraz pafoslu olsa da deyəcəm, əlbəttə ki, sevgi. Hər şeydən üstün olan vətən sevgisi. Hər biri əsl vətənpərvər olan ozançılar 1988-ci ildən başlayaraq Azərbaycanda gedən ictimai-siyasi proseslərdən geridə qala bilmədilər. Və bu da Azərbaycanın ilk muğam rock qrupunun taleyinə təsirsiz ötüşmədi. Bir gün gəlib səyərsən, bilərsən incəliklə. Bir gün gəlib deyərsən, həyatda dinçliklə. Gülürsən, gülərsən, sevgi nədir bilərsən. Sevgilər gəlib, sevənlər incəzəlir. Sevgili insanlara təbiət pay göndərir. Düzdür, bizim üzvlərimizdən bir neçəsi sonra da öz fəaliyyətlərini, musiqi sahəsindəki fəaliyyətlərini davam elətdirdilər. Məsələn, professor Abbasqulu Nəcəfzadə o Ozan qrupunda həm bir solist kimi müxtəlif fəaliyyətlərdə
xalq çalğı alətlərində ifa eləyirdi. Və deyim sizə ki, məsələn, rock musiqidə ilk dəfə kamançada məhz Abbasqulu müəllimi ifa eləyib. Bizim bir Nigaran Suallar adlı Rəsulzanın sözlərinə mənim yazdığım bir mahnı vardı. O da Cənub mövzusundaydı. Və orada kamançada Abbasqulu müəllim ilk dəfə rock tərzində olan bir mahnıda ifa eləyib. O zamanlar Ozan mənim üçün dəyərli bir məktəb oldu. Kollektiv olaraq həmişə bu sözü demişəm ki, çox gözəl bir kollektiv olub. Yəni mədəni, hər bir tərəfdən çox gözəl və mən indiyə qədər də yəni yəqin ki, deyirik insan indi məndən soruşanda mən başa düşürəm ki, nə qədər gözəl bir qruplarla çalışmışam və hərəsinin bir balaca izi var məndə. İskəndər Ələsgərov, o da zərb alətləri üzrə indi də fəaliyyət göstərir. O da əməkdar artistdir. Və bir də bir müddət, düzdür, sonradan o da artıq musiqidən uzaqlaşdı, köçdü getdi Almaniyaya. Amma bir müddət Gülü, bizim Gülümüz, Gülağa Cəbrayılov, o da musiqi ilə məşğul olmağı, peşəkar səviyyədə məşğul olmağı davam elətdirdi. Karvan qrupu ilə bir yerdə. Amma daha sonra isə o da artıq köçdü getdi Almaniyaya. Və beləliklə 90-cı ilin əvvəllərində Ozan qrupu fəaliyyətini dayandırdı. Keçən il bizdə Azərbaycan Milli Konservatoriyasında Ozan qrupunun fəaliyyəti ilə bağlı magistr dissertasiya işi yazıldı. Yəni elmi rəhbəri də mən idim. Deməli bizim bir tələbəmiz Tuğya Qafarov adlı bir tələbəmiz çox uğurlu müdafiə elədi. Yəni Ozanın bütün onların fəaliyyətlərini, repertuarını, orada etdiyi yenilikləri, milli musiqimizə gətirdiyi yenilikləri orada açıqlamışdı. Və təbii ki, Ozan qrupu bizim keçmişdə valideynlərimizin də dinlədiyi bu musiqi, bu qrup olduğu üçün bu musiqi bizə yad deyildi. Bizim ruhumuza toxunan bir musiqidir. Və mən deyərdim ki, günü bugünə qədər Ozan qrupu qədər yüksək səviyyədə yenilik gətirən təəssüf ki, indiki vaxtda belə bir qrup yoxdur. Biz çox istəyərdik ki, Ozan qrupunun davamı olsun. Yenidən ikinci bir Ozan qrupunun yaradılması təşəbbüsü, yenidən belə bir qrupun, bəlkə də elə o köhnə repertuarın yeni aranjmanlarda, yeni səslənmələrdə, yeni ifalarda yenidən ortalığa çıxarılması. Əlbəttə bu çox mənim də yəqin ki, bütün ozançıların da ürəyindən xəbər verən bir təklifdir. Amma deyim sizə ki, yəqin ki bu qrup artıq heç cür Ozan ola bilməz. Çünki Ozan bilirsiniz, təkcə o sözlər, o musiqilər, o alətlər, o səslər demək deyil. Ozan qrupu məhz o 80-ci illərin məhsuludur. Yeni bir Ozanın eyni həmən Ozan olması üçün məhz həmən dövr lazımdır. Bəli, dövr və zaman su kimi axır. İnsanların həyatı kimi musiqi zövqlərdə dəyişir. Bugün estradamızda müxtəlif istiqamətlərin və stillərin təsiri altında yüzlərlə mahnılar yaranır. Bunlardan hansının unudulacağını, hansının isə estradamızın klassikasına çevriləcəyini indidən demək çox çətindir. Çünki hər mahnının öz taleyi var və bu taleyi müəyyən edən zamandır. Bizimsə borcumuz
zamanın sınağından keçmiş, ritmlərdəki tariximizdə əbədiləşmiş nəğmələrdən, onların yaradıcılarından və ifaçılarından danışmaq, onları xatırlamaqdır.